Baxın, bu sxemlərə baxırıq. Bunu yeni çəkdim. Nə görürük burada? Bax, bir budaqdır. Budağın üzərində saplaqlardır. Saplaqların üzərində bu dairəvi çəkdiyim çiçəkləri göstərir simvolik olaraq. Bax, bu çiçəyin içərisində həm E yazmışam, həm D hərfi yazmışam. E erkəkcik, D dişicik. Yəni baxın, hər çiçəyin içərisində həm E var, həm D var. Yəni həm erkəkcik var, erkək cinsi orqanı var, həm də dişi cinsi orqanı var. Bax, bir çiçəyin içərisində iki cinsiyyət üzvünün ikisi də var. Buna nə deyirik? İki cinsli çiçəklər. Amma bir bitkinin üzərindədir, bir ağacın üzərindədir, bir otun üzərində, bax, bir evdədir, bir bitkinin üzərindədir. Ona görə yazmışam. İki cinsli çiçəklər bir evlidir. Bildiniz? Aha. İndi gəlirik buna baxırıq. Çiçəkdir, yenə deyirəm, ağacdır, budaqdır. Nə bilim, ot da ola bilər, kol da ola bilər də, məsəl üçün. Deyək ki, ot bitkisidir. Deyək ki, ağac bitkisidir. Ağac. Çünki burada çəkdiyim, məsələn, söyüdü əks etdirir. Deyək. Baxırıq. Məsələn, söyüdün bir budağıdır. Baxırsan ki, burada çiçəklərin ortasına müəllimə, yəni mən E hərfləri yazmışam. E. Hər çiçəkdə erkəkciklər var. Bütün çiçəkdə erkəkciklər var. Aha, deməli sadəcə bir cinsiyyət var. Bir cinsli. Aha, bəs bu bir tərəfə gəlirik. Yenə söyüd bitkisidir. Baxırıq ki, digər ağac üzərində olan bütün çiçəklərdən D hərfi yazmışam. Yəni sadəcə dişicik var. Bu da bir cinsidir. Çünki bir ağac üzərində sadəcə bir cinsiyyət var. Aha, bir cinsi çiçəklər var. Aha, amma iki evlidir. Çünki bir ev bu ağacın üzərindədir. Bu çiçəklərin bir evi buradadır. Başqa ağacın üzərindədir. Dişi çiçəklərin evi başqa ağacın üzərindədir. Bu bir söyüd bitkisi. İki evi oldu mu? Oldu. Yəni, əgər sxemdə baxırsan, hamısı E hərfi və yaxud da bir cins göstərilibsə, deyirsən, bir cinsidir, iki evlidir. Bax, iki evləri var. Bu bir evləridir. Yəni, bir ağacın üzərində, bitkinin üzərində. Bu da digər, deməli, evləridir, sadə dillə desək. İndi baxırıq bu sxemə. Bu sxemdə baxırsan, bir dənə ağacdır, yəni bir bitkidir. Amma bu bitkinin təpəsində ağac da ola bilər, ot bitkisi də ola bilər. Məsələn, fındıq ağacıdırsa, budağın uc hissəsində erkəkciklər, qoltuq dip hissələrində dişi çiçək olur. Qarğıdalıdırsa, məsələn, qarğıdalı ot bitkisidir. Bacısı təpədə E yazmışam. Təpədə olan çiçəklər ancaq erkək cinsi üzvü daşıyır. Yan budaqlarda olan çiçəklər ancaq nəyi daşıyır? Yəni, qoltuqda olan çiçəklər dişi çiçəklərdir. Dişiciyi daşıyır. Ona görə çiçəyin içində sadəcə bir cinsiyyət var. Cinsiyyətdən çiçəyin içinə baxın. Ya erkəkcik var, ya dişicik var. Bax, burada bir cins var. Erkəkcik, bu çiçəkdə bir cins var, dişicik. Ona görə bir cinsli. Amma bunlar bir evdə yaşayır da, ikinci evləri yoxdur. Ona görə bir evli deyirik. Bir cinsi bir evliyə söyüddür, qarğıdalıdır, xiyardır. Xiyarın daxil olduğu qabaq kimilər fəsiləsindən qabaqdır, boranıdır, qarpızdır, yemişdir, patisondur. Bunların hamısı bir cinsi bir evli bitkilərdir.